Bakıya yağış yağacaq, hava pisləşir, leysan dolu xəbərdarlığı edildi. Bakıda və Abşeron yarımadasında oktyabrın 15-dən 16-sına keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bu barədə reporta Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-sında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 19-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.